Axşamınız xeyir 24 News izləyiciləri, ölkəmizdə baş vermiş günün əsas məsələləri ilə xəbər vaxtı efirdədir. Studiyada Aida Veysalova işləyir. Gürcüstan hökuməti tərəfindən hazırlıq prosesində olan ölkənin inkişafının uzunmüddətli strategiyasının əsas istiqamətləri Baş nazir tərəfindən Nazirlər Kabinetinin üzvləri və Tbilisi meri ilə müzakirə olunub. Kobaxidzenin açıqlamasına görə sənəddə əsas diqqətin təhsil, səhiyyə, iqtisadiyyat və sosial inkişaf sahələrinə yönəldilməsi ilə yanaşı, yeni strategiya ölkənin qarşıdakı illərdə ardıcıl və sabit inkişafını təmin edəcək əsas yol xəritəsi olacaq. Bugün dəyişikliklər üçün koalisiyanın liderlərindən biri Nika Melyanın məhkəməsi baş tutub. Tbilisi şəhər məhkəməsində Melyanın Lisi gölünün kənarında 2 polis əməkdaşını təhqir etməsinə görə inzibati qaydada saxlanılması ilə bağlı müzakirələr aparılıb. Melya şahidlərin ifadələrini qəbul etməyərək məhkəmədə polisə heç bir təhqir etmədiyini və belə bir hadisənin baş vermədiyini bildirib. Nəticədə isə məhkəmənin qərarı ilə müxalif siyasətçi 5000 lar ilə cərimələnib. Son günlərdə məktəbdən kənar repetitorluq və şagirdlər üçün ödənişli kursların keçirilməsi üçün icazə tələb olunacağına dair məlumatlar yayılmışdı. Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirinin müavini Zviad Gabisonya sosial şəbəkələrdə yayılan məlumatları təkzib edərək müəllimlərin məktəbdən kənarda şagird hazırlığı üçün direktorun razılığı olmadan bu fəaliyyəti həyata keçirə bilməyəcəyi barədə iddiaların dezinformasiya olduğunu bildirib. Yazılı razılıq tələbinin yalnız xüsusi repetitor institutuna aid olduğu iddiası dezinformasiyadır. Gürcüstanın təhsil qanunvericiliyi repetitor institutunu tanımır. Ona görə də bu cür fəaliyyət pedaqoji fəaliyyət kimi qəbul edilə bilməz. Gabisonya həmçinin kommersiya məqsədi ilə təlim xidmətləri göstərən hüquqi şəxslərin, o cümlədən ümumi milli imtahanlar üçün fən və xarici dillər üzrə təlim keçirənlərin işə götürəndən yazılı razılıq almağa məcbur olacaqlarını da qeyd edib. Gürcüstanın prokurorluğu Samtrediya Grigoleti magistral yolunda baş verən körpü dağılışına dair cinayət işi ilə bağlı Avtomobil Yolları Departamentinin sabiq sədr müavini Levan Kupataşvilini həbs edib. Bu barədə Korrupsiya cinayətlərinə qarşı mübarizə departamentinin rəhbəri Malxas Kapanadze məlumat verib. Kapanadzenin sözlərinə görə Levan Kupataşvili və başqa şəxslər xidmət vəzifəsindən sui-istifadə etmək, saxta sənədlər hazırlamaq, böyük məbləğdə pul mənimsəmək və dövlət vəsaitlərini fırıldaq yolu ilə əldə etməkdə ittiham olunurlar. Prokurorluq ümumilikdə 5 şəxsə qarşı cinayət təqibi başladığını açıqlayıb. Bu saxtakarlıq nəticəsində Avtomobil Yolları Departamentinin sabiq sədr müavini Levan Kupataşvili yerində olmayan beynəlxalq ekspertin saxta iş icra aktlarını təsdiqlədiyini və bununla da 1.172.539 lar məbləğində ödəniş edildiyini bildirib. Eyni zamanda layihə şirkəti yarımçıq və keyfiyyətsiz işlər görərək 3.859.678 lar məbləğində fırıldaqla pul mənimsəyib. Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində saxta pul saxlama və yayma faktı üzrə 2 nəfər saxlanılıb. Nəticə etibarilə həmin şəxslərin Kvemokatli bölgəsində yerləşən Rico Express Mikromaliyyə Təşkilatının filiallarında 60 ədəd saxta 50 ABŞ dolları yaydıqları müəyyən edilib. İstintaq nəticəsində bütün saxta banknotlar aşkarlanıb və müsadirə edilib. Hazırda İstintaq Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci bəndi ilə aparılır. Saxlanılan şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Prokurorluq Kristal Qrup şirkətinin sahibi Vladimir Stepanyana qarşı qanunsuz sahibkarlıq fəaliyyəti və qanunsuz gəlirin legallaşdırılması faktları ilə bağlı cinayət işi açıb. İstintaq zamanı müəyyən edilib ki, Stepanyan Bakuryani Biznes Qrupu MMC-nin gündəlik fəaliyyətinə rəhbərlik edərək Bakuryanidə otel tipli yaşayış komplekslərini qanunsuz tikib və mərhələli şəkildə sataraq 1.894.925 lari gəlir əldə edib. Stepanyana Cinayət Məcəlləsinin 192-ci və 194-cü maddələri ilə ittiham irəli sürülüb. Sözü gedən maddələr 12 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Gürcüstanın Müdafiə Kodeksi və İnzibati Xətalar Kodeksində hərbi çağırışçılarla bağlı dəyişikliklər qüvvəyə minib.
Belə ki, yeni qaydalara əsasən tibbi müayinələrdən imtina edən hərbi çağırışçılar $1000 miqdarında cərimələnəcəklər. Yeni qanuna görə əgər çağırışçı çağırışa gəldikdən sonra daimi fəaliyyət göstərən tibbi ekspertiza komissiyasına müraciət etməzsə, onun haqqında müvafiq sənədlər məhkəməyə təqdim ediləcək. Bir neçə dəfə yığışdırılmasına baxmayaraq Marneuli bazarının girişində yenidən küçə ticarəti davam edir. Əməkdaşlarımızın sözü gedən ərazidən hazırladığı xüsusi reportajı təqdim edirik. Uzun illərdir Marneulidə həll olunmayan problemlərdən biri də bazar ərazisindəki küçə ticarətidir. Qadağalara baxmayaraq insanlar yolun hərəkət hissəsində dayanaraq həm sürücülərə, həm piyadalara ciddi çətinlik yaradırlar. Marneuli bazarı istiqamətindəki yolun hər iki tərəfində küçə ticarəti ilə məşğul olan vətəndaşlar müxtəlif meyvə, tərəvəz və süd məhsullarının satışını həyata keçirirlər. Onların piyada keçidini bağlamaları və avtomobil yolunu daraltmaları ərazidə piyadaların və nəqliyyatın intensiv hərəkətinə mane olur. Xəbər portalımıza müsahibələrində satıcılar burada satış etmələrini müxtəlif səbəblərlə izah edirlər. O içəri bazarı girsəm nə haldadır? Nə bizə, burada təhlükəlidir. Bazarın içinə gündə döyülür. Bir vaxt şəhərdə iştirakçılar gəlsin, xalqa kimi burada satmaq olmaz. Sizə yolda var idi. Ay, yox, mən xəstə adam, operasiyalı adam, övümün qapının malını gətirmişəm, satıram. Operasiyalı adamam, mən qoca adamam, nə satayım? Problem nədir, niyə içəri? Problem də heç nə getmirik də içəri. Nə özünüz bilərsiniz, baxırlar. Özünüz yaxşı bilirsiniz də, yox. İçəri özlərinin öz şəxsi işləridir. Çək yenə alırlar, məsələn, içəri adam getmir, maşına görə getmir. Maşına görə getmir, maşından pul alırlar ona görə. Problem odur ki, biz o pulu verib girə bilmirik içəri. Nə də yer vermirlər, düzənməli, gedir uclara, qulaqlara düşür. Tələb edirsiniz ki, bu qiymət bahadır, biraz aşağı eləyir. Biz də gələk içəridə. Kimə eləyir, hamı alıb satır, biz də alırıq, 5-3 qəpiyə övümdə invalid uşaq var, nə var, nə ilə dolanayım mən, nə ilə dolandırayım. Məcbur qarşısında çıxıram bura. Nerede toçkalar var? Toçkalar var, amma sumkanın birinə 5 manat 10 manat alırlar. Bu göyün 10 dəstəsini 1 liraya veririk. Yəni içəridə satmaq xeyir eləmir. Yox. Niyə? O oktavoid satanlara danışdır qadına. Mənim kiçə sumka göyüm olur. Bir ara gəldilər, iştirak satdılar. Eləyirlər. Mənə də yazmışdılar. 500'ləri yazıblar, amma hələ bir şey yox. Ödədinizmi? Yox, pensiya zad almıram mən hələ. Dedilər, icazə yoxdur atam, özümüzü qansaq, buraya icazə yoxdur. Çünki bura dayanacaqdır. Mən də onu deyirəm, sizə də təhlükəlidir, başqa maşınlar da yolda əyilirlər, gəlib vura bilər. Hər şey də olur. Yəni niyə içəridə satırsınız? İçəridə pul, bax bu sumkaya pul çox alırlar. Tələb eləmirsiniz ki, heç olmasa qiymət. Yox, ona kim baxar ki? Bazarkomdur valla. İndi deyək, sabah gəlib bizi buradan çurdacaq. Niyə bazı içəridə satmırsınız? Problem nədir? Bax, niyə qoymurlar içəri, yoxsa nədir məsələ? Niyə qoymurlar, qoyurlar, niyə qoymurlar? Burada yaxşı satırıq. Yəni içəridə nəsə problem var onun? Yox, heç nə yoxdur. İçəridə yaxşıdır burada. Satış yaxşıdır. Zərər yoxdur, yaxşıdır. Normalıyıq. Malımız satılmır. Kəndçiyik, zəhmət çəkmişik, əkmişik, sata bilmirik. Normalıyıq. İstəyirik ki, sataq. İçəridə satamaz. Çoxdur içəridə, həddindən artıq çoxdur. İçəridə niyə satmırsan? Problem nədir? İçəridə nə alayım? İçəridə çek alır, pul alır. Bahadır. Bacarmıram. Ayağımı da göstərmirəm, tanıyıram. Və yaxşı tələb edirsiniz ki, bax içəridə bahadır, biraz aşağı. Kimə tələb eləyim? Mən 20 ildə bir qazı çəkdirəmədim, bala kimə tələb eləyim? Ha? Yolum yox, yoldaşlığım yox, topaladım. Mən gecə eləndə ilçə eləyirəm. Nədir? Uşağa, atası uşaqlara baxıram. Valla mən Tiflisdə yaşayıram, belə bir hərəkət Tiflisdə də yoxdur. Nəftulluq bazarı, bütün yetimxananın bir yanı. Belə. Svetofor, sentrdə Marnolun belə mi? Var metro, bura metrodur, sentir, kuruq. Buranın kimdir? Marnol bir yersiz bir ölkə kimi qalıbdır. Da indi mən səndən istəmirəm dalaşmaq. Tiflisdə o təzə ildə zatdadır, belə hər günlükdür. Novigoddadır, prazniklərdədir, buraxırlar xalqı. Belə bir şey yoxdur. Belə hərəkət svetoforda, sentrdə belə bir bazar. 2 bazar var, bazarlar boş qalıb. Kimlə tərslər Marnol elə hərəkət edir? Qeyd edək ki, Marneuli meriyası tərəfindən problemi aradan qaldırmaq üçün bir neçə dəfə cəhd edilsə də, lakin müvəqqəti olaraq bağlanmış piştaxtalar çox keçmədən yenidən qurulur.
Tbilisidə Avropa Şurasının Parlament Assambleyası və vətəndaş cəmiyyəti arasında ölkədəki cari vəziyyət və insan hüquqları məsələlərinin müzakirə edildiyi görüş baş tutub. Məlumata əsasən AŞPA nümayəndə heyətinin müxalifət nümayəndələri ilə də görüşəcəyi planlaşdırılır. Azərbaycanın Zəfər günü ilə bağlı Gürcüstanın bəzi bölgələrində tədbirlər keçirilib. Bu tədbirlərdən biri də Rustavidə baş tutub. Əməkdaşlarımızın Rustavidən hazırladığı reportajı sizə təqdim edirik. Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 8 noyabr Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Şəhər ictimaiyyəti, ziyalılar və məktəblilərin iştirak etdiyi bayram tədbirini mərkəzin direktoru Rayda Dərziyeva açıb. Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsindən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla iade olunub. Çıxışını davam etdirən Rayda Dərziyeva Vətən müharibəsində Azərbaycan xalqının şanlı qələbəsi haqqında ətraflı məlumat verib. O, xüsusilə qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası, Ali Baş Komandanın müdrik siyasəti, Azərbaycan əsgərinin şücaəti və xalqımızın əzminin sayəsində mümkün olub. Tədbirdə çıxış edən ictimai fəallar, müəllimlər və valideynlər öz ürək sözlərini səsləndiriblər. Duyduqları qürur və iftixar hisslərindən danışıblar. Bugün biz Rustav Azərbaycanlıları bu böyük qələbəni, Zəfər gününün sevincini yaşamaq üçün buraya toplaşmışıq. Əsas məqsədi tədbirin odur ki, gənc nəslə bizim Azərbaycan xalqının qəhrəmanlığını, şəhidlərimizin xatirəsini və Azərbaycan ordusunun şücaətini onlara çatdırmaqdır. Və biz bir Gürcüstan Azərbaycanlısı olaraq fəxr edirik ki, bu tarixi anı bir iştirakçılarıyıq. Xalqımızın çox şanlı, şərəfli bir günüdür. Az qala 30 ilə yaxın biz yalnız qara günləri qeyd eləmişdik. Xocalı faciəsidir, 20 yanvar faciəsi, 31 mart soyqırımı. Artıq 5 ildir ki, biz möhtəşəm Zəfər bayramını keçiririk. Gürcüstan Azərbaycanlıları da öz Azərbaycanlı ruhundan, öz türk ruhundan bu qələbəni sonsuz sevinclə qeyd edir. Çox gözəl bir haldır ki, son illər Rustav şəhərində də bu bayram olduqca yaxşı qeyd olunur. Bilirsiniz ki, müxtəlif məktəblərdə oxuyan, o cümlədən Gürcü və Rus məktəblərində oxuyan şagirdlərimiz də mərkəzə cəlb olunurlar. Onlar artıq xalqımızın yaxın tarixini, bu qələbənin mahiyyətini, şəhidlərimizin tökülən qanları cəbhasına yaranan bu gözəllikləri bilirlər, anlayırlar, dərk edirlər və inanırıq ki, gələcəkdə ildən ilə bu zəfər daha da gözəl, kalorit alacaq, daha da gözəl, yüksək səviyyədə qeyd olunacaq. Biz də valideyn olaraq Rustav Azərbaycanlıları adından bu bayramı təbrik edirəm. Zəfər gününü bizə yaşadan oğullarımızın, onların anaların qarşısında baş əyirik. Belə sevinci yaşatdıqlarına görə fəxr edirik. Hamımız qürur duyuruq. Azərbaycanlı olduğuma görə də fəxr edirəm. Bir valideyn olaraq sevincliyəm, vallahi qürur duyuram. Şəhidlərimizə də Allahdan rəhmət diləyirəm. Daha sonra şagirdlər hazırladıqları ədəbi, bədii kompozisiya ilə tədbirə xüsusi rəng qatıblar. Noyabrın 13-dən etibarən Marneuli Bələdiyyəsinin meri Davur İsmailov vətəndaşların qəbuluna başlayacaq. Bu barədə Marneuli meriyası məlumat yayıb. Məlumata əsasən bələdiyyə sədri hər cümə axşamı saat 11:00-dan 16:00-dək vətəndaşları qəbul edəcək. Əziz izləyicilərimiz, bugünə olan informasiya buraxılışımız bu idi. Sağlıqla qalın.